Uşağa heç ümumiyyətlə müdaxilə eləməyiblər. Ana öləndən sonra hamı qaçıbdı. Şəxsən qaçıbdı. Heç kim yox idi. Şəxsən tək mən deyirəm. Biz ailəvi şəkildə, orada olan qohum-əqrəbə şəklində idi. Heç kim yoxdur. Bir dənə həkim yoxdur. Mən Mehbaliyev Bəhruz İlham oğlan. Mərhumun yoldaşısınız. Bəli, rəhmətli həyat yoldaşıyam. Özüm də ehtiyatlı olan mayoram. Yoldaşım 9 ayda hamilə idi. Hər şeydə qaydasında idi. Bütün müayinələrdən də keçirmişəm. Müayinə kağızlarında hamısı məndə var. Dəfələrlə aparıb mərkəzi xəstəxanada da təqdim eləmişəm. Baxıblar. Doğum evinin müdürünə şəxsən. O da bizim kətdəndir. Ona da təqdim eləmişəm. Gecə yoldaşımın sancısı tutandan sonra gecə zəng elədim. Dedi ki, mənim başım ağrıyır. Aparın ora. Orada növbəti həkim var. Əgər problem olsa mən də gələcəm. Oradakı həkim də təcrübəli dedi. Getdi ora, gördü İlhamı Nağıyev adında bir dənə qadın həkimdir. O da götürdü boynuna. İçəri girdi. Ondan sonra heç bir xəbər yoxdur. Biz 00 radələrində ora daxil olduq. Hadisə 03:00 radələrində baş verib, amma bizə 04 radələrində məlumat vermədilər. Daha mən özüm daxil oldum içəri, gördüm ki, həyat yoldaşım çox dəhşətli bir şəkildə göm-göy olacaq şəkildə uzanıb, heç kim də yanında yoxdur. Sadəcə çöldə polis nəfərləri var. Hanı həkimlər, heç kim yoxdur. Kim mənə şey eləyəcək, 1 saat heç kimdən heç bir məlumat ala bilmədim. Dərhal 102 çağrı mərkəzinə zəng elədim, polislərdən yardım istədim. Onların da yəni elə bir böyük köməkliyi olamadı, çünki həkimlər gəlmədi. Prokurorluğun nümayəndəsi gələndən sonra baş həkim qorxusundan gəldi ora İlqar və yalandan danışmağa başladı. Həmin vaxt yoldaşı keçinmişdi. Artıq keçinmişdi. Artıq keçinənə qədər bizə heç kimdə məlumat vermədi. Yalandan dedi məlumat vermiş, heç tanımırdı ki, rəhmətə gedənin yoldaşı kimdir. Mən sizdən xahiş edirəm. Buradan bütün lazımı orqanlara müraciət edirəm. Xahiş edirəm bu uşaq ölümləri, ana ölümləri ilə yaxından maraqlanasınız. Bu günləri bu alov, bu ateş mənim qapıma düşdü. Amma bütün Azərbaycan xalqı bu təhlükəni gözləyir. Ona görə xahiş edirəm lazım orqanlardan. Bunu bir dərindən araşdırsınlar. Hansı səbəbdən uşaq öldü? Mənim indiki təcrübələrimə görə, bu vaxta qədər yığdığım təcrübələrə görə həkim səhlənkarlığından olubdur. Həkim səhlənkarlığından olubdur. Tibbi ekspertizada da özüm şəxsən iştirak elədim və xahiş edirəm ki, prokurorluq orqanlarından, xüsusilə də baş prokurordan xahiş edirəm. Bir hərbiçi kimi, bir döyüşçü kimi, veteran kimi, bir ata kimi xahiş edirəm ki, bunu bir maraqlansınlar, mənə də məlumat versinlər. Görə bu nədir axı bu səbəb? Niyə belə oluruq? Uşaq haqqında zəhmət olmasa, uşaq azad olunmuşdu. Uşaq azad olunmamışdı. Mən girdim ora, gördüm ki, qoluna deməli sistem köçürdüblər onun. Orada hansı dərmanlarsa ona tətbiq eləyiblər və onunla da keçini bu. Həkim də qorxusundan atıb çıxıb gedib. Heç bir əməliyyat, heç bir şey yoxdur, heç bir müdaxilə. Sadəcə qolunda sol deməli sağ qolunda sistem şlanqının izi var, yapışdırılıbdı üstünə. Belə bir vəziyyətdə idi. Heç kimdə yox idi. Göm-göy. Ölümün səbəbini də demədilər. Ölümün səbəbini deyən yox. Ölüb haçan deyən yox. Açı, ölüm var burada, gəl götür deyən yox. Bu nədir axı? Bu xəstəxanadır. Sən bu müdürlük eləyə bilmirsənsə bu xəstəxanaya, ay İlqar həkim, sən onda orada niyə oturmursan? Əgər cavab verib xəstənin yaxının qarşısına çıxa bilmirsənsə, niyə gedib o vəzifədə oturmursan? Oturmursan ki, hamı ölsün, qaçıb gizlənəsən? İnşallah hüquqi müstəvidə öz haqqımızı qoruyacaq. Əlimizdən başqa nə gəlir? Biz nə edə bilərik? Yəni uşağı da qoruya bilməyiblər. Uşağa heç ümumiyyətlə müdaxilə eləməyiblər. Ana öləndən sonra hamı qaçıbdı. Şəxsən qaçıbdı. Heç kim yox idi. Şəxsən tək mən deyirəm. Biz ailəvi şəkildə, orada olan qohum-əqrəbə şəklində idi. Heç kim yoxdur. Bir dənə həkim yoxdur. Mənim 4 qız uşağım var. Bu da 5-ci uşağı idi, dünyaya gəlirdi. Arzumuz da ürəyimizdə qaldı. İnşallah bizim kim arzumuzu ürəyimizdə qoydusa, Allah Teala onun da arzusunu ürəyində qoysun. Bu uşağa əgər müdaxilə eləsəydilər, yəni uşaq sağ qalardı ən azından. Mənim istədiyim həkim əgər məni çağırsaydı, desəydi ki, vəziyyət bu yerdədir, bu müdaxilələr eləyirik, alındıra bilmirik, bəlkə belə bir şey, bəlkə eləyir, mən başa düşürəm ki, bu qəsdən deyil. Amma heç bir məlumat verilmədi. Tam tərsinə çox kobud şəkildə bizdən rəftar olundu. Çox həddindən artıq kobud şəkildə. Yəni belə ola bilməz, belə olmamalıdır. Adım Elsəvərdir, familiyam da Mehbaliyevdir. Yəni siz özünüz də orada dünən Əmisiyəm də. Bu faciəni danışdı da o qardaşlar, nə danışmaq? Danışmalı dərsi qardaş. Burada heç bir şey olmadı. Bu axşam oradaydıq da. Əvvəl heç şey demədilər. Belə yiyəsizcəsin, axırda belə çıxdı gör bizim gəlinimiz qalıb orada hazır vəziyyətdə, ölü vəziyyətində. Vəssalam. Heç bir boşluq da yoxdur orada. Heç şəs yoxdur. Milis də onun şahididir. Yoxdur, atıb qaçıb. Vəssalam.
Bu xəstəxanada başa düşüm, neçənci dəfələr mənim bir nəvəm də olub belə çölüb, şəhət eləməmişəm keçib. Neçənci dəfələrdə bunu şöbə müdürünə zəng eləyirsən, ay vermir. Telefonu söndürür. Şəhətçi deyir burada bizdən şəhətçi. Gəl heç olmazsa bir çıx bura deyən ki, günahımız var. 100 lira istə, cendən istə. Yoxdur. Yəni burada heç bir qanunçuluq yoxdur, heç bir şey yoxdur. Allah onlara göstərəcək. Biraz çıx elə üçün biraz ayıbdır, qarğışda eləmək. Amma inşallah bunun əvəzinə Allah çıxacaq. Çünki 4 dənə qız uşaq orada ana gözləyir, sevincər. Belə alçaqlıq olar. Bu qədər pişki alçaqlısı məstəbə qulluq yapılar, müsəlmandır bu. Ha nə dersən buna məhvilə girən, qaçıcını cizən girən. Sən manyaksan. Ne diyeyim ki, danışmanı dil var. Kaş ben onu tutabileydim, görebileydim. Hayatımı məhvilərdim, ancaq orada məhvilərdim. Ne diyeyim, ne danışırsan ki? Heç bir qanunzat yoxdur. Orada ümumiyyətlə, masallı xəstəxanasında qanun yoxdur. Mən istər hara gelsən, gedim səni. Yoxdur, qardaş. Birinci hadise döyür. Orada 50 dəfə hadisə olub, götürüb onu verir şöbə müdürü. Niye verirsən bunu şöbə müdürü? Bunun üstüne 50 dənə qabur bir kətdən, bu qonşulardan 15 dənə uşaq olub. Götürürsən sən bu qadını şöbənin müdürü verirsən. Ha bunu sən dövlət edir, hökumət edir, kim edir, mən bilmem. Bu sabadım çatmıyor. Ölen mi öldürür, adam öldürür, götürür müdür verir. Öldürür, götürür müdür verir. Çağır burada yaşayır da, bu insan benim yerimden biraz uzakta. Çağır ha tahmin, hay hakim. Gel cevap ver. Sen defalarla uşağı öldürüpsən mahalleden. Hele bu mahallede. Benim bir nevemi öldürüpsən. Seni ne terbiyesinden orada koyurlar içine, tezeden sen şöbenin müdürü olursan. Bu nasıl adalete girir? 23.04.2025-ci il tarixində saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı rayon mərkəzi xəstəxanasına daxil olmuşdur. Zəruri tibbi müayinələr aparılmış, doğuşun konservativ gözləyici taktika ilə aparılmasına qərar verilmişdir. Saat 03:00-da xəstənin halı birdən-birə pisləşmə müşahidə olunmuş. Bütün reanimasyon tədbirlərə baxmayaraq saat 03:26 radələrində ölüm faktı qeydə alınmışdır. Hadisə ilə bağlı hazırda ölümün ilkin səbəbləri müəyyənləşdirmək üçün müvafiq araşdırmalar aparılır.